Salam, hamınızı xoş gördük. 146 məktəbə. Görürsünüz, 46 nömrəli məktəb. 300 metr məsafədə sizə ev göstərəcəm. 2 mərtəbədir. 2 dənə qoşa 2 mərtəbəli evdir. Satışa çıxıb, təzə tikilidir. İstəmədə qalın. Qiymətləri də çox münasib. Salam, hamınızı xoş gördük. Qaraçuxurdan 146 məktəbə 300 metr məsafədən. Bax, 2 sotda həyəti görürsünüz, darvazası oradan qoyulub. Rahat 3 dənə maşın salmaq olar həyətə. Hər tərəfinə də fırlanmaq olur. Evi çəkin, bax. Gördünüz. Gedək evin içinə. Pilləkən 5-6 daş qalxırsan, altında qadval da var. Bax, evin içidir, görürsünüz, təmiri zadı. Girəndə sağ tərəfdə kuxnasıdır, öz həyətinə baxır. İstilik quraşdırılır, kombisi hazırdır. Kuxna mebelin yeri, bax, görürsünüz, hazır quraşdırılıb. Aşağı mərtəbədə zaldır, kuxnadır, bir dənə də yataq otağı var. Bir göstərəcəm. Bax, hər şey nəzərdə tutulubdur. Zalın yekəlinə və maşallah böyük zaldır. Bir dənə də yataq otağı var. Bax, bu da yataq otağı aşağı mərtəbədə. Hər iki mərtəbədə sanuzel var. Gördünüz, bu da yataq otağı. Pilləkəndir, görürsünüz, qəşəng yığılıbdır pilləkəndir. Yuxarıya qalxmağa. Aksesuarına kimi qoyulub, təzə tikilidir. Sənədləri də torpağın kupçasıdır. Yəni, torpağın çıxarışı alınıb, torpağın çıxarışı var. Evdə istəyən olsa alıb vermək olar, istəyən də olsa layihəsi çəkilib. Özü, yəni dövlət rüsumunu ödəyib, ala da bilər. İkinci mərtəbəyə qalxaq. İkinci mərtəbədə də eyni qalxanda. Bax, burada sanuzeldir. Gördünüz. Hər mərtəbədə sanuzel. Qalxırsan, belə hol hissəsidir. Koridor sistemi ilə bölünüb. 1, 2, 3 dənə də otaqdır. Bir dənə belə yekə yataq otağıdır. Aşağıdakı zaldan azca balacadır. Yəni, bu da zal kimi bir şey. Böyük yataq otağıdır. Orada balkon var. Koridorun sonunda. Bu ikinci yataq otağı. Yuxarıda 3 dənə yataq otağımız var. Tam çəkin, baxın. Bu da 3-cü yataq otağımız. Məktəbədə çox yaxındır. Balkon maşallah görürsünüz, necə bir şey. Balkonumuz var. Məktəb də, bax, hardasa bu yolla, bu yoldur. Məhəllənin qabağından ora 250 metr olar olmaz. Bu ev, məsəl üçün, olmasa, elə yaxınlaşdırardım, məktəbi görərdiniz. Bu yol qalxanda məktəbdir, 146 məktəbdir. Bu Ordubadın o məscidin qabağındakı 9 mərtəbədir. Bax, burada görünür, bu 9 mərtəbə orada yaxındır. Belə yaxşı yerdə yerləşmək. Qiymət də çox münasibdir.